Bu ev şəxsi mülkdür, 8 sot yarımın içindədir. Hansı ki avtobus yolu ilə, əsas yolla arasında 6 addımlıq məsafə var. 6 addımlıq, 5 metr qədər. 8 sot yarımın içində paket kupça, evin də torpağın da kupçası olan 4 otaqlı gözəl bir şəxsi mülkümüzü göstərirəm sizə. Bax, giriş hissədir bura, həyət üçün ayrılmış sanitar qovşağı var. Kürsülü evdir, 5 daş qədər. Arxa hissəsində gedək sizə birinci torpaq sahəsini göstərim. Orada da yəni rahatlıqla bir evdə tikə bilərsiniz. Çox gözəl mülkdür həqiqətən. Və ən əsası da sənəd qaydasındadır. Evin də torpağın da kupçası çıxarışı var. Arzusunda olanlara qismət yerləşmə, yəni ideal yerləşmədir. Mən burada ağacdan ərik dərirəm. Hətta lalələr də var. Bax, bura bağ hissi kimi dəyərləndirə bilərsiniz. Və yaxud da böyük ailədirsə ev tikmək istəyirsinizsə, övladınıza da ev tikə bilərsiniz. Lalələrə baxın elə. Çox gözəl havası olan bir yerləşmədir. Ehtiyac su çəni də var. Gəlin sizi evimizlə ətraflı tanış eləyim. Maçdağa Bilgəh yolu 172 nömrəli avtobusun yolunda 4 otaq gözəl bir mülkdür. Çox gözəl mülkdür. Qiymət də qəşəng qiymətdir. Sənəd də qaydasında bir sözlə alınmalı bir. Əgər bağ evi istəyirsinizsə, həyət evi istəyirsinizsə alınmalı bir mülkdür həqiqətən. Bax, bir də buradan göstərəm həyətini sizə. Gedək evimizin içərisindən tanış olaq. Keçək evimizin içərisi ilə tanış olaq. 4 otaqdır ümumilikdə. Bax, bu giriş hissədir. Giriş hissədə burada qonaq otağı kimi dəyərləndiriblər. Və qeyd edeyim ki, əşyalar qalmayacaq. Sadəcə satış vaxtı standart qalmalı olan şeylərdir. Kombidir, mətbəx mebelidir, bu kimi şeylər qalır. Vəssalam. Pəncərələrimizin hər bir tərəfdən rəşotkası var. Yataq otaqları da dar-darısqal deyil. Gördüyünüz kimi rahatlıqla əşyalar yerləşib evə. Bura bizdə ikinci yataq otağıdır. Tavanına baxın, qəşəng, sadə, zövqlü təmirdir. Və keçək digər otaqlarla tanış olaq. Əgər dost tanışda belə qəşəng bağ evi axtaran varsa, videomuzu göndərin ki, vəsilə olun, o tapsın. Və təqdimatımızı bəyəndirsə, like qoyun videoya. Daha çox evlərimizi görmək istəyirsə, kanalımıza abunə olun. Hər qiymətdə qəşəng bağ evləri, həyət evlərimiz var. Bura isə evimizin mətbəxidir. Və deməli, sanitar qovşağı göstərirəm. Sanitar qovşaqdan, bax, burada içəridə 2 dənə otağımız var ki, ard-arda. Oranı da necə istəyirsiniz, dəyərləndirə bilərsiniz. Maraqlananlar mənə yazsınlar, onun şəklini atacağım, baxarlar. Yəni, depo alanı kimi çox qəşəng bir hissədir. Çamaşırxana kimi, depo alanı kimi çox qəşəng bir hissədir ora. Hər evdə olmalı olan bir yerdir. Bağ evi axtaran dost tanış varsa göndərin. Baxsın, qiymət 205 min manatdır. Real alıcıya ev sahibi tərəfindən yəqin ki, endirim olacaq. Kondisioner var, evimiz kondisionerlə sərinlənir, kombi ilə isinir. Bir daha vurğulayıram, Maçdağa Bilgəh yolu 8 sot yarımın içində şəxsi mülk. Zəngləri gözləyirəm, alana da satana da xeyirli olsun. Bizə də xeyirli müştərilər nəsib olsun. Hələlik, sağ olun.